Salam dəyərli müəllimlər və müəllim olmağa hazırlaşanlar. Hər birinizi xoş gördük. Dərsi hazırlıq dərslərimiz davam edir. Bu gün mən sizə çox maraqlı bir mövzu ilə gəlmişəm. Dəyərli müəllimlər, bizim bugünkü mövzumuz yarımdairəvi ətəklərin tikilmə texnologiyasıdır. Gəlin, mövzumuza nəzər yetirməzdən əvvəl ilk öncə bizə lazım olan alətlərlə tanış olaq. Alət və avadanlıqlarla tanış olaq. İlk olaraq qeyd edeyim ki, bizə lazım olan alətlər əl tikişi üçün iynə, dərzi təbaşiri, santimetrli lent, dərzi qayçısı, başlıqlı sancaqlar, tikiş sökən alət və xəttkeşlər daxildir. Avadanlıqlar isə əsasən tikiş maşını, ütü və ütüləmə stolu, ziqzaq tikiş tikmək üçün maşın və zəncirbənd lenti tikmək üçün daban lazımdır. Yarımdairəvi ətəklər haqqında ümumi anlayışa nəzər saldıqda isə xüsusi olaraq qeyd edeyim ki, yarımdairəvi ətək bir tam dairənin yarısı formasında olan və adətən yan tikişli sadə konstruksiyalı qadın ətəyidir. Uyğunluğunu isə əsasən fiquraya daha çox oturan, zərif görünüşlü, gündəlik və rəsmi istifadə üçün daha uyğundur. Və onu da qeyd edeyim ki, müəllimlər, dairəvi və yarımdairəvi ətəyin əsas fərqi ondadır ki, dairəvi ətək daha həcmli olur. Bayramlıq, səhnə geyimləri üçün istifadə olunur. Yarımdairəvi ətək isə az həcmlidir, praktikdir və daha az parça sərf olunur. Hazırlama ardıcıllığına nəzər saldıqda isə ilk öncə ətəyin düzgün tikilməsi üçün əsas meyarlardan biri ölçülərin düzgün götürülməsidir. Xüsusi olaraq qeyd edeyim ki, bu ətəyin hazırlanması üçün bizə lazımdır bel dairəsi və ətəyin uzunluğu. Bu da, məsəl üçün, tutalım ki, mən hazırladığım ətəyin bel dairəsi 72 cm, ətəyin uzunluğu isə 65 cm-dir. Deməli, ilk olaraq hesablama aparırıq. Bilirsiniz ki, hər hansı bir dairənin hazırlamaq, çəkmək üçün ilk öncə, yəni ülgüsünü çıxartmaq üçün ilk olaraq onun radiusunu tapmaq lazımdır. Riyaziyyatdan da bilirsiniz ki, bu pi hərfi ilə tapılır. Pi əsasən 3,13-ə bərabər olur, yəni yuvarlaqlaşdıranda təxminən. Əsasən, yəni tam dəqiq olması üçün siz 14 götürün, yəni 3,14-ü. Məsələn, burada əsasən necə qeyd edirik? Tutalım ki, bizim hal-hazırda bir yaxda qeyd edelim ki, hazırladığım geyimin beli 72 cm-dir. İlk öncə 72-ni 3,14-ə yuvarlaqlaşdırırıq. Bu zaman alınan rəqəmimiz 22,9 cm-ə bərabər olur. Və ilk öncə biz təbii ki, bir parça götürürük. Həmin parçanın üzərində birinci əyriliyi tapırıq, yəni bel xəttinin radiusunu tapırıq. Bu oldu, deməli 22,9 cm. İkincidə isə ikincini tapmaq üçün biz nə edirik deməli? Biz dedik ki, ətəyimizin bütöv uzunluğu 65 cm idi. Həmin bu yuvarlaqlaşdırdığımız rəqəmi gəlirik o 65-in üzərinə. Alınan rəqəmimiz isə bizim bütöv uzunluğumuzun radiusu olur. Yəni, ikinci əyri xətti çəkirik. Həmin ölçünü standart ucdan, yəni uc hissədən tutub, yəni videoda hazırlama ardıcılığını atmışdım sizə canlı şəkildə. Həmin videoya əsasən. Yəni, mən sizə sadəcə ölçülərin tapılmasını nəzəri sistemdən istədim ki, başa salın. Və bu zaman, təbii ki, parçanın hazırlanması və biçimi yerinə yetirilir ilk öncə. Parça düzgün şəkildə tənzimlənir, ütülənir, iki qat qatlanır və çertyoş parça üzərinə köçürülür. Təbii ki, bunun bizim köməyimizə tabaşir çatır və kontur xəttləri boyunca əsasən kəsilir. Və burada da əsas meyarı olaraq diqqət yetirməli olduğumuz məqamlardan biri də bizə lazım olan tikiş payıdır. Əsasən 1,5 cm tikiş payı götürürük. Yəni, təbii ki, bu 2 cm də ola bilər. Bu öz istəyimizdən asılıdır. Və plus da ətək hissəsindən də 1 cm-dən 3 cm-ə qədər də ətək altı pay götürə bilərik tikiş üçün təbii ki. Yəni, bu 1 cm də ola bilər, 3 cm də. Bu əsasən parçanın modelindən asılı olaraq dəyişilə bilir. Çünki bəzi parçalarımız var ki, onları tikmək mümkün olmur. Yəni, iz saxlayır, deşir parçanı. Orada artıq ara qatı materialından istifadə edirik. Təbii ki, bu ondan asılı olaraq emal payı da dəyişilə bilir.
Tikmə ardıcıllığına nəzər saldıqda isə ilk olaraq, yəni artıq bura qədər olan prosesi düzgün qeyd etdikdə tikmə ardıcıllığında heç bir çətinliyinə rast gəlmir. İlk olaraq bütün kəsiklər üzərində istiqamətlər, tikiş payları qeyd olunur, parça hissələri ütülənir, sancaqlanır. İlk öncə yan tikişi tikilir. Təbii ki, yan tikişi tikən zamanda burada hər hansısa bir bağlama növündən istifadə olunacaqsa, təbii ki, bura aiddir zəncirbənd və yaxud da ki, düymələr, furniturlar. Adətən, yəni zəncirbənddən istifadə olunur. Zəncirbəndin yeri təsbit olunur. Adətən 14-15 sm arasında dəyişilə bilir. Onun yeri təsbit olunduqdan sonra qalan hissə yan tikişi olaraq tikilir. Daha sonra kəmər hissəsi hazırlanır. Kəmər hissəsi də, yəni parça modelindən asılı olaraq ara qatı materialından istifadə oluna bilər təbii ki. O da bel dairəsinin ölçüsünə əsasən nizamlanır və həmin hissəyə birləşdirilir. Bundan sonra ən sonda isə aşağı hissənin işlənməsi yerinə yetirilir. Təbii ki, bu da dediyim kimi 1 sm və ya 3 sm arasında dəyişilə bilir, yəni qatlanıb tikilir. İlk öncə onu qeyd eləmədim. Yəni parça artıq kəsilib hazır olduqdan sonra ilk öncə onu overloka verilir. Overlokla hər tərəfi yəni hörülür, hörmələnir. Ondan sonra tikiş aparılır. Yəni bu zaman tikiş daha səliqəli olur. Bundan sonra isə əgər hər hansısa bir ilgəkli, yəni düymədən istifadə olunacaqsa, təbii ki, onun ilgək yerləri də açılır. Yox, əgər zəncirbənd olacaqsa, yəni o prosesi onsuz da demişdim. Sonra isə son yoxlama və ütüləmə mərhələsi aparılır. Burada yan tikişlərin simmetrikliyi yoxlanılır, bel xətti uzunluğu düzgün olub olmadığı yoxlanılır, kənar oturuş hissələri yəni diqqətə keçirilir bir daha. Nəticədə isə əsasən yarımdairəvi ətək sadə quruluşlu və rahat bir model alınır. Təbii ki, bunu həm fərdi sifarişçinin üzərində və yaxud da ki, mankenin üzərində yoxlamaq mümkündür. Yoxlayıb işin gedişatına baxırıq. Əgər hər hansısa bir qüsura rast gəlinmirsə, demək olar ki, ətəyimiz hazır olur və ütülənib sifarişçiyə təhvil verilə bilər. Bu qədər müəllimlər. Diqqətinizə görə təşəkkür edirəm. Sonda videomuzu bəyənib kanalımıza abunə olmağı unutmayın. Bundan sonraki mövzularımızda görüşmək üzrə hər birinizə uğurlar arzulayıram. Mən çalışdım ki, sizlərə əsasən ətəyin, yarımdairəvi ətəyin hazırlama ardıcılığının nəzəri hissəsini çatdırım. Praktik hissəsində sizə video olaraq atmışdım təbii ki. Hər birinizə uğurlar arzulayıram. Növbəti dərslərimizdə görüşənə qədər.